Space xəbərə baxırsınız. Bugündən siqaretin qiyməti bahalaşıb. Satışda olan bütün siqaretlərin qiymətində 20 və 40 qəpik artım müşahidə olunur. Əməkdaşımız Rəşad Vəkiloğlu paytaxtın bəzi yerlərində topdan və pərakəndə satış məntəqələrinə baş çəkib və qiymətlərlə maraqlanıb. Bərabər izləyək. Neçə manatlıq çəkirdiniz? 4 manat 30 qəpik. Neçə oldu? 4.50. Burada 4.50-dir. İndi çəkəcəksiniz yoxsa tərk edəcəksiniz? Fikrim var tərk etmə. Mən bunu uşaqlıqdan çəkirəm. Qiymət artsa, 5 manat olsa artıq çəkməliyik də. Məcburuq. aldığınız siqareti əvvəl neçə alırdınız, indi neçə aldınız? Heç də 20 qəpik artıb da. Bugün səhər saatlarından həm topdan, həm də pərakəndə satış yerlərində siqaretlər bahalaşan qiymətlərlə satılıb. Topdan satışla məşğul olanlar bahalaşmanı firmaların siqaretlərin qiymətini artması ilə izah edir. Bu gündən qalxıb da, yəni qiymətlər. Hamısında qalxım var. Birində 30 qəpik, birində 40 qəpik. 3-4 manat fərq edir də belə buluqda. 3 manat 10 qəpik olan siqaretlər indi hal-hazırda pərakəndə qiyməti 3 manat 40 qəpik. 4 manat 70 qəpik olan siqaret 5 manat 10 qəpik. Bütün məlumatlar deyəndə siqaretlərdə artım var, amma elektron siqaretlərdə yox deyəsən, yox. 3 manatdan əvvəl qiymət aşağı olan 2.60-lar, 2.70-lər olanlar blokunda 3 manat qalxım. Yuxarı olanlar, 30-dan yuxarı olanlar 4 manat qalxım. Ümumilikdə əvvəlki satış qiyməti 2 manatdan yuxarı olan siqaretlər 30, 3 manatdan baha satılan siqaretlərin qiymətində isə artım 40 qəpik bahalaşıb. Elektron siqaret və tütün məmulatlarının qiymətində isə hələlik artım yoxdur. Satış məntəqələrindən bildirilir ki, ilk dəfə olaraq bütün siqaretlərin qiymətində artım var. Yeni qiymətlərlə firmalar artıq bugün səhər saatlarından həm topdan, həm də pərakəndə satış yerlərinə siqaretlərin satışını həyata keçirirlər. Bundan başqa, yəni elektron siqaretlərdə və tütün məmulatlarında isə qiymətlərin artımı hələ ki müşahidə olunmur. Bəli, birinci gündə firmalar çıxıb işə, saytda yeni qiymətləri ilə təmin edib. Məsələn, 47 manata satılan siqaretlər indi olub 51 manat. 40 qəpik, aşağı satılanlar, məsələn 25 manata satılan siqaretlər olub 28 manat. İqtisadçılar siqaretin qiymətindəki artımı bir sıra faktorla əlaqələndirir. Son dəyişimlərin əsas səbəbi vergilərlə bağlıdır. Aksiz vergiləri bu istiqamətdə yenə də dəyişdirildi. Bu baxımdan təbii ki, belə deyək ki, o artan vergi faizinin qiymətin üzərinə qoyaraq alıcılara ötürülməsi prosesi gedir. Çünki aksiz vergisi, əlavə dəyər vergisi kimi, sadələşmiş vergi kimi vergilər dolayı vergilərdir və istehlak vergiləri hesab olunur. Alıcılar bunları birbaşa ödəyirlər. Bu cür vergilərin artması sonunda məhsulun qiymətinin yüksəlməsinə gətirib çıxarır. Siqaret idxalı və istehsalı ilə məşğul olan firmalardan qiymət artımı ilə bağlı münasibət öyrənə bilmədik. Antisar və istehlak bazarına Nəzarət Dövlət Agentliyindən də siqaretin qiymətindəki artımla bağlı ünvanladığımız sorğuya cavab ala bilmədik. Xatırladaq ki, siqaretin qiymətinin artımına səbəb olan aksiz vergilərinin artırılması ilə bağlı Milli Məclisdə qəbul edilmiş dəyişikliklər yanvarın 1-dən qüvvəyə minib. Rəşad Vəkiloğlu, İlkin Həsənov, Space xəbər.